Sabirabadda yaşayış evinin yanması nəticəsində bir ailənin 6 üzvü yanıq xəsarətləri alıb. Baş vermiş hadisə gecə saat 4 radələrində Sabirabad rayonunun Balaşivxanlı kəndində qeydə alınıb. Hadisə nəticəsində bir ailənin 6 üzvü yanaraq Şirvanşəhər xəstəxanasına yerləşdiriliblər. Evin yanması nəticəsində xəsarət alanların adları aşağıdakılardır. 34 yaşlı Məmmədli Həmidə Heydər qızı, 13 yaşlı Məmmədli Yasəmən Xaliq qızı, 12 yaşlı Məmmədova Nərmin Xaliq qızı, 10 yaşlı Məmmədov Nihat Xaliqoğlu, 3 yaşlı Məmmədov Riyad Xaliqoğlu, 38 yaşlı Məmmədov Xaliq Ələddinoğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 13 yaşlı Yasəməni çətinliklə də olsa evdən çıxara biliblər. Həkimlər onun vəziyyətinin kritik olduğunu bildiriblər. Yanğın yerinə Şirvan və Sabirabad rayon Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunublar. Vallahi deyə bilmərəm, gecə saat 4 idi, zəng elədilər ki, belə-belə. Ev yanıb, təmiz. Heç nə çıxarda bilməyiblər. Yatdıqları yerdə elə bir ki, hamısı yeni yaxşı ki, ayılıblar. 4 uşaq, ata, ana, nənə, baba. Hamısı evin içində olub. Uşağın biri ağır xəsarət alıb, yanığın. Həkimlərin dediyinə görə 1% yaşamaq şansı var. Allah öz uşağa versin. Elə də fövqələdəyə zəng olundu. Onlar da evə yaxınlaşa bilmədilər. Körpünü dünənləri qazıblar, nəysə. Yaxşı üstünü bastırmayıblar, neynəməyiblər. Ona görə yaxınlaşa bilmədi. Sağ olsunlar, yenə 2 dənə motor gətirdilər, qoydular, kollektordan vurdular, söndürdülər. Evin içərisindən heç nə çıxarda bilmədilər. Hamısı yandı, kül oldu, məhv oldu.